Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəmində bu dəfə də işsizlikdən danışacağıq. Artıq ölkədə işsizlik pik həddə çatıb. Ölkədən köç karvanı təkcə beyin axını ilə kifayətlənmir. Eyni zamanda əməkçi qüvvələr də Azərbaycan ərazisini qısa zamanda tərk edib, ailələrini dolandırmaq üçün xaricə üz tuturlar. Bir sözlə, həm beyin axını ilə, həm də əməkçi qüvvələrin gedişi ilə ölkəmiz günü-gündən dırnaq içərisində qan itirir. Vəziyyət o qədər gərgindir ki, rayonlar sürətlə boşalır. Bakıdan fərqli olaraq əyalətlərdə vəziyyət olduqca gərgindir. Çünki insanların çörək qazanmaq üçün üst tutacaqları ən axırıncı yollar da bloklanır, qapanır və nəticədə insanlar yol pulu tapan kimi xaricə üz tuturlar. Təbii ki, hava yolu ilə. Ancaq hava ilə dolanmaq olmur əyalətlərdə. Kəndlilər əvvəllər əkib biçirdilər. İndi suyun qiyməti qalxıb. İnsanlar su pulunu ödəyə bilmədiyi üçün torpaqdan imtina etməyə məcbur buraxılırlar. Və nəticə o qədər acınacaqlıdır ki, kəndlər, qəsəbələr yaşlı insanların ümidinə qalıb. Əli çörək tutan, bir sözlə çörək qazanmaq imkanı olan hər kəs Azərbaycanı tərk edir. Ölkədə işıq görmür. Gələcəyini burada görməyən insanlar isə yavaş-yavaş vətənlə sağollaşırlar. Əslində vətənlə sağollaşmaq çox ağrılıq tendensiyadır. Çünki sənin ailən buradadır, doğmaların, əzizlərin buradadır, onlardan uzaq düşürsən, ancaq onların qarnını doyurmaq üçün getmək məcburiyyətindəsən. Aidiyyatı qurumlar isə məsələnin ciddiliyinin deyəsən bir o qədər də fərqində deyirlər. Məsələ o qədər ciddiləşib ki, sakinlər sabaha da ümidsizdirlər. Üzlərində qəribə bir mənfi enerji, çöküş açıq-aydın hiss olunur. İndi kimdən soruşursan ki, təbii ki, məktəblilərdən gedir. Gələcəkdə nə olmaq istəyirsən? Demirlər ki, müəllim olacağam, həkim olacağam, mühəndis olacağam. Deyirlər ki, bir yolunu tapıb biznesmen olmaq istəyirəm. Əgər fəhlə 1000 manat qazanırsa, müəllim 400-500 manat qazanırsa, mənim o uşaqları qınamağa da haqqım yoxdur. O mənada ki, o da sabah öz atası, babası kimi sabahını düşünmək istəyir. Təbii ki, söhbət qarın qardaşdan irəlidir və yaxud da ki, bir qarın çörəyə vətəni atmaq olmaz misallarından getmir. Vətən indiki halda hər bir vətəndaşına xəyanət eləyir. O mənada ki, onları işsiz buraxır. Əslində, vətən həm də körpə uşaqdır. O qayğı istəyir, dövlət olmaq istəyir. Həm cəmiyyət, həm məmurlar bu vətəni didib parçalamaqla məşğuldur. Rüşvət sözün bütün mənalarında cəmiyyəti cənginə almaqdadır. Və eyni zamanda rüşvətin də iki başı var, alan, verən. Burada tək məmurları qınamaq istəmirəm, cəmiyyət də rüşvətə meyillidir, müəyyən mənada. Təbii ki, söhbət böyük əksəriyyətdən gedir. Məmurların da içərisində təmiz vicdanla çalışanı var, cəmiyyətdə də rüşvətdən kənar yaşayan insanlar mövcuddur. Ancaq çoxluq etibarilə cəmiyyət də, məmur auditoriyası da demək olar ki, rüşvətlə kirlənib deməyə də adamın dili gəlmir indiki mərhələdə. Və hadisələrin gedişatı onu göstərir ki, səhiyyə və təhsildəki rüşvət düzəlmədikcə cəmiyyətdəki təmiz ağəllər prinsipləri də özünü doğrultmayacaq və uzun müddət cəmiyyət hələ bu rüşvət çirkabında batmaqda davam edəcək. Biz hamımız əl-ələ verməliyik, hamımız sözü bir yerə qoymalıyıq və rüşvətdən cəmiyyət olaraq imtina eləməliyik və ən əsası ziyalılar bu işdə ön sıralarda olmalıdırlar. O ziyalılar ki, onlar indiyə qədər rüşvətlə mübarizə aparıb, onlar rüşvətə bulaşmayıblar. Rüşvətə bulaşanlara ümumiyyətlə ziyalı demək nə dərəcədə doğrudur? Yəqin ki, onun cavabını siz məndən də yaxşı bilirsiniz. Təbii ki, onlar ziyalı ola bilməzlər. Bir neçə gündə əyalətləri gəzirəm, rayonları, xüsusən də qərb bölgəsini və görürəm ki, insanlar sabaha həqiqətən də ümidsizdirlər. İnsanlar bir qarın çörək ümidi ilə ölkədən gedirlər. Hətta əvvəlki arzuları xoş yaşamaq, xoş gün görmək, xoş güzaran formalaşdırmaq özləri və ailələri üçün, özündən sonrakılar üçün. Bax, bu amallardan, niyyətlərdən, arzulardan da əl çəkiblər. İnsanlar arzuları indi çörək olaraq yeyir və dəhşətlisi burasındadır ki, onu bir qarın çörəyi belə vətəndə tapa bilmirlər. Niyə? Çünki sosial ədalətsizlik hökm sürür və belə olan halda insanlar
ümidi başqa qapılarda, başqa ölkələrdə axtarırlar. Və biz neçə nəsli itirməkdə davam edirik. 90-cı ildən bəri beyin köçü, əmək köçü ölkəni demək olar ki, iflic vəziyyətinə gətirib çıxarıb. Sağlam düşüncəli insanlar ölkədən gediblər, onlar xaricdə özlərinə iş qurublar. Eyni zamanda ən qüvvəli, zəhmətsevər insanlar da xaricə üz tutublar. Son 30 il ərzində müstəqillik qazandığımızdan üzübəri bu dalğa davam eləməkdədir. Halbuki onlar Azərbaycanda çox rahat şəkildə yaşaya dolana bilərdilər. Bəs onlara mane olan kimlərdir? Zaman-zaman fərqli-fərqli adlar çəkilib, fərqli-fərqli şəxslər önə gətirilib. Ancaq ilk növbədə sistem dəyişməlidir. Fərdlər, şəxslər gəldi gedərdi. Sistem dəyişməlidir. Sistem dəyişməsə biz heç nəyə nail ola bilməyəcəyik. Bu dövləti, özü də bir tərəfimizdə İran, bir tərəfimizdə Rusiya olan dövləti vətəndaşını bu cür aciz vəziyyətdə qoymaq olmaz. Dövləti bu qədər acınacaqlı duruma salmaq ən pis halda dövlətə xəyanətdir. Ən pis halda. Və indiki proseslər onu göstərir ki, əgər sərhədlər açıq olsaydı, 10 milyonluq ölkədə bəlkə də 3-4 milyon əhalidə tapılmazdı. Hamı qaçır. Bu qədər amansızlıq eləmək olmaz Azərbaycan vətəndaşına qarşı. Və məmurlar, rüşvətxorlar ölkəni elə bir vəziyyətə gətiriblər ki, bütün sahələrdə, bütün sferalarda çöküş yaşanmaqdadır. Və bunun hesabatını kim verəcək və yaxud da hesabatını vermək istəyən varmı? Yoxdur və heç kim də verməyəcək. Xalq da hesabat tələb edən xalq deyil. Çünki yenə də deyirəm, beyin axını, əmək qüvvəsi getdiyi üçün yerdə ancaq kimlər qalıb, haqqını tələb eləməyən, zəif iradəli toplum və onlar da ki, acizdirlər, hüquqlarını bilmirlər və s. axır. Və bu tendensiya davam elədikcə bizim ölkəni daha böyük bəlalar gözləyir. Ona görə də dövlət baba, hakimiyyət ilk növbədə hərəkətə keçməlidir. Xüsusən də regionlarda iş yerləri açılmalıdır. Regional mərkəzlər yaradılmalıdır. Məsələn, şimal-qərb bölgəsində Şəki, qərb bölgəsində Gəncə və ya Şəmkir, şimal bölgəsində Quba, cənubda Lənkəran, Aranda məsələn Kürdəmir, Qarabağ zonasında məsələn Ağdam. Hər region üzrə 100 min iş yeri açılsa, o zaman bizim vəziyyətimiz ən azından qarşıdakı 5 il ərzində düzələr. Ən əsası insanların xaricə axını, ölkəni tərk etmək istəyi bir qədər yavaşıyar, ləngiyər, Bakıya axın dayanar və beləliklə regionlarımız da, əyalətlərimiz də dirçəlməyə başlayar. Hələ ki biz bunu görmürük və səbəbləri nələrdir? Müəyyən mənada açıqladım bəzi səbəbləri və sizin də bildiyiniz səbəblər varsa şərh bölməsində yaza bilərsiniz. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Videomuzu bəyənməyi, şərh yazmağı və paylaşmağı da unutmayın.